Allah Teala bu dünyada mütəmadi olaraq insanları imtihan eləyir. Hər kəsin imtihanı da özünə aiddir. Heç vaxt müqayisə eləyə bilmərik ki, məsələn, niyə mənimki bu cürdür, onunki belə deyil? Bəlkə ona da başqa bir imtihan edir, ona başqa bir dərd verir, ona başqa bir formada sıxışdırır ki, onu istəyir ucalsın. Hər kəsinki bir cürdür. Hər kəsin də imtihanı öz boynunun ölçüsündədir. Öz boynunun ölçüsündən yuxarı onun imtihanı yoxdur. Öz boynunun ölçüsündən yuxarı Allah onu imtihan eləsə, Əl-Əzbillah, zülm eləmiş olar ona. Məsələn, misal vurum sizə. Məsələn, mən 5-ci sinif şagirdiyəm. Gətirib qarşıma 10-cu sinifin imtihan sualını qoyublar ki, buna sən cavab ver. O verə bilməz ki onu. Sonra da götürə ona 2 nömrə yazar. O həmin şagirdin haqqında zülümdür. Çünki onun səviyyəsi 5-ci sinifdir, 4-cü sinifdir. Hara 10-cu sinifin suallarını sən gətirib onun qarşısına qoyursun. İndi siz təsəvvür eləyin, mənim boynumun ölçüsündən yuxarı Allah məndən imtihan eləyə. İmkanı yoxdur. Mümkündür o belə bir şey. Çünki imtihanlar hər kəsin öz boynun ölçüsünə uyğundur. Əgər uyğun olmasa Allah bu şeyi görməz. Allah Teala adildir, kərimdir, fazildir, səxavətlidir. Heç vaxt insanların haqqında nədir? Zülm eləməz. Bunu bir dəfəli insan gərək nədir? Öz aləmində, yəni Allah-şünaslıqda bunu düşünmək lazımdır ki, ilahi sən nə cür Allahsan? Sən həqiqətən istəyirsən mənim haqqımda xeyr iş verəsən, bəli, sən xeyrül məhsən. Amma bunlar nədir? Bilirsən, bir dənə əqidədə, əqaid kitablarında xeyr və şər bəhsi var. Bu biraz qarışıq bəhsdir. Biz müəyyənləşdirə bilmirik. Xeyirdir, şərdir. Bəzi şeyləri biz öz ağlımızdan şər kimi görürük. Amma onun altında bir çox xeyirlər var. Biz bəzən şər gördüyümüzdə Allahdan nədir? Küsəyan oluruq. Və yaxud şər kimi gördüyümüzdə Allahı düz tanımadığımıza görə sual yaranır ki, məsələn, Allah Teala nə üçün belə eləyir? Niyə, məsələn, bu şəxs naqisul əzadır? Niyə bunun, məsələn, üzvündə problem var? Niyə, məsələn, bu qara dəridir, bu ağ dəridir? Niyə, məsələn, bu çirkin yaranıb, bu göyçək yaranıb? Xilqətdir da bu. Bu ayrı-seçkiliyin içərisində nə hikmət var görəsən? Biz zahirinə baxsaq, müqayisəcə birini yaxşı görürük, birini pis görürük. Birini gözəl görürük, birini çirkin görürük. Və bundan qəzavət eləyirik. O qəzavət də Allahda nədir? Bir dənə mənfi bir şey yaradır ki, Allah Teala Əl-Əzbillah düz iş görmədimi? Yox, Allah Teala xeyrül məhsdir. Xaliq Allahdır, məxluq insandır və digərləri də Allahın yaratdığı varlıqlardır. Amma hikmət məsələsi var. O hikməti düşünmək biraz vaxt aparır və biraz da mütaliə və təfəkkür lazımdır. Bu, hər bir ziyanın arxasındakı xeyir. Allah Teala heç vaxt zahirə yox da zahirin içindəki o batindəki xeyirləri nədir? İnsana istəyir görsədə ki, sənin xeyrin bax bu batindədir. Biz bəzi vaxt batini istəmirik görək. İstəmirəm batini zad görmək. Mən bax, zahirdə nə var onu istəyirəm. Zahirdə o sənə verilsə, o batindəki o xeyirdən sən nədir? Geridə qalarsan. Bu, Allah Teala'nın nədir? Bu dünyada, bu dünyanın idarəçiliyində Allahın hikmətli tədbiridir. Ona görə də deyir, namazın kənarında gərək Allah-şünaslığımız güclü olsun. İmanımız güclü olsun, təqvamız güclü olsun. Hər bir şər gördüyümüzün arxasındakı xeyrin dalından düşək və onu bilməyə çalışaq ki, bunun arxasındakı 100%lıq xeyir var. O xeyir nədir görən? O xeyri dərk eləməkdə mənə görən göz nəsib elə, ya Rəbbəl aləmin.